Bir alim vardı, indi qəbri ziyarətgahdı onun. Ziyarət edirlər onun alimin qəbrini. Daha arif idi, böyük şəxs idi. Dərs deyirdi, dərs deyəndən sonra bir görüş vaxtı var idi. Dərslə görüşün arasında biraz neçə dəqiqə vaxt var idi. Bir neçə dəqiqə vaxt vardı. Həmən ərəfə fota getməsin deyənə bir kitab yazdı. Kitabın da adı oldu Qənaim. Qənaimul əyyam, qənimətlər. Yəni bu 15-20 dəqiqəni, yarım saatı qənimət bildim bir kitab yazdı. Adam var saatları TikTokda keçir də boş-boş. Bir var məsələn bir xəbəri bilirsən, öyrənirsən, ondan işim yoxdur. Bir boş-boş, elə evdə, filan yerdə oturub söhbət də edirsən, əlində telefon düşmür. Belə, oyunla oynamaq. Əslində oyunla oynamır, oyun bunu oynadır. Oyun bunun vaxtını alıb. Həsr edib özünü ona. Böyle ömrümü zayi eləmə.